Bu evin gözəlliyinə heyran olmamaq mümkün deyil. Hörmətli izləyicilərimiz, hər birinizi salamlayıram. Allah arzusunda olan hər bir kəsə inşallah bundan da gözəl evlər qismət edər. Sizlərə bugün çox ideal bir üç otaqlı həyət evini təqdim edirəm. İdeal deməyimdə sözüm, məqsədim ondan ibarətdir ki, evin həm tikintisi yüksək səviyyədə aparılıb, həm təmiri idealdır, həm də yerləşmə yeri. Tikintisi tam qoşadaş, kəmər fundament öz qaydasında, yerdən altı daş kürsülü, təmiri də ki elə gözəllikdədir ki, bütün təmir materiallarının rəng çalarları bir-birini tamamlayır. Xarici görünüşü də elə videoda gördüyünüz kimi çox gözəldir. Yerləşmə ünvanı asfalt yolun kənarı, evdən çıxdınız 3 addıma, 5 addıma marşrut yolundasınız və yolu asfaltdır. 569-un yolunun tam yaxınlığında. O belə bir həyətyanı sahəsi var. Çox gözəl, sakit bir ərazidə yerləşir. Kanalizasiyası mərkəzidir. Suyu, işığı, qazı fasiləsizdir. Evimizin bir daha da sizlərə xarici görünüşünü göstərirəm. Aval proyektində olan 3 otaqlı evlərdən biridir. Yəni belə proyektli evlər satışda çox qalmır. Tələbat belə evlərədir. Çox gözəl evdir. Həyətyanı sahəsində gözəl belə bir yaşıllıq hissəsi ayrılıb. Kombi üçün bu hissədə nəzərdə tutulmuş hissəsi, terasa çıxış mətbəxdən, evin 2 girişi var, bir mətbəxə, bir ümumi giriş hissəsi. Hər bir incəlik bu evdə düşünülüb. Yəni planlı şəkildə inşası olunub, evin damına çıxış, baxın bu hissə taxta apşipka ilə yığılıb. Hər bir incəliyə, yəni hər bir detallara xüsusi önəm verilib bu evdə. Doğrudan da çox əla təklifdir və tək-tük evlərdən biridir ki, fikir versəz, həyətə heç bir qonşunun pəncərəsi baxmır. Planlı şəkildə bölünmüş otaqlar, işıqlı pəncərələr evə daxil olduqda belə bir gözəl giriş hissəsi bizi qarşılayır ki, qranit gördüyünüz hissələr istopolla təchiz olunub. Solda bizim belə bir gözəl bir qonaq otağı hissəsi yerləşir ki, döşəməyə vurulan laminat diaqonal şəkildə parketə bənzər laminatdır, aboylardır, qapıdır, laminatdır. Çox gözəl şəkildə bu evdə təmir işi görülüb. 3 otaqdır, amma 4-5 otaqlı evlərin təmirini xatırladır bizlərə və mətbəx hissəsi, mətbəxdən də terasa çıxış. Evimizin yerləşmə ünvanı hardadır? Abşeron rayonu Masazır qəsəbəsi, Abşeron küçəsi, yəni 569-un yolu 6 nömrəli məktəbin tam yaxınlığı. Son dayanacağa yaxındır. Yəni evdən çıxdın, marşrut yolundasan. Ətrafda da yaşayış üçün hər bir zəruri obyektlə təchiz olunub. Yataq otaqlarından birincisi, videonun əvvəlinə qeyd etdiyim kimi bir daha da qeyd edim, sənədləri qaydasındadır. Nəzərdə tutulan qiymət 92.000 manatdır və təbii ki, bu start ilkin qiymətdir. Gələn müştəri gəlsin, baxsın, baxış keçirsin evə, evi bəyənsə qiymətdə ev sahibi ilə evə baxdıqdan sonra razılıq olacaq. Sanuzeli razılıq əsasında ev sahibi hətta aksesuarı da quraşdırıla bilər. Çox gözəl evdir, çox səliqəli bir evdir. Əminəm ki, yəni 3 otaq axtaran müştərilərin bir çoxsu bu evi bəyənəcək. Qiymət məsələsinə gəldikdə bir daha da qeyd edirəm, gəlin baxın, razılıq olacaq. Sağ olun.